Hər vaxtınız xeyir olsun. Kodera yeni nəşrindən 11.7 alt proqramlar, funksiya, prosedurlar bölməsinin izahını verəcəm. İlk sualımızdan başlayaq. Deyir, formal parametr nədir? Ümumiyyətlə, alt proqramlarda bir var formal parametrlər, bir də var faktiki parametrlər. Formal parametr nədir? Gəlin görək, faktiki parametr nədir? Deməli, funksiya təyin olunarkən istifadə olunan belə deyək də parametrlərə formal parametrlər deyilir. Funksiyanı çağırarkən istifadə olunan parametrlərə isə faktiki parametrlər deyilir. Və çağırılma zamanı da formal parametrlər faktiki parametrlərlə əvəzlənir. Deməli, alt proqrama müraciət edən zaman istifadə olunan parametr yox, alt proqramın təsviri zamanı istifadə edilən. Bəli, təsvir deyəndə, yəni alt proqramın yaradılması zamanı istifadə edilən parametr deməli formal parametrdir. Cavabımız olacaq B variantı. İndi isə bunun əksi faktiki parametr istəyir. Faktiki parametr dedik ki, nə zamandır? Funksiya çağırılan zaman istifadə olunur. Yəni funksiyaya müraciət olunan zaman istifadə olunan parametr faktiki parametrdir. Cavabımız olacaq A variantı. Alt proqrama qiymət qaytarmaq üçün hansı açar sözdən istifadə olunur? Alt proqramlar iki cür olur. Bir var, deməli alt proqramlar iki formada olur. Bir, funksiyalar. Funksiya, ikinci isə prosedur. Əgər alt proqrama qiymət qaytarırsa, bu funksiyadır. Qiymət qaytarmırsa, təkcə hesablama funksiyasını yerinə yetirirsə, bu isə prosedurdur. Deməli, funksiya olması üçün return açar sözündən istifadə olunur. Return açar sözündən istifadə olunur. Üçüncü suala baxsaq, elə alt proqrama qiymət qaytarmaq üçün hansı açar sözdən istifadə olunur deyir. Cavabımız olacaq C variantı, yəni return. Dördüncü, alt proqramı təyin edən zaman hansı açar sözdən istifadə olunur? Yəni, biz funksiya alt proqram yaradarkən hansı açar sözdən istifadə olunur? Def açar sözündən istifadə olunur. Alt proqram necə çağırılır? Alt proqramı çağırmaq üçün onun adına müraciət etmək lazımdır. Belə deyək də, biz alt proqramı çağıran zaman onun adına, alt proqramın adı necədirsə ona müraciət edirik və dedik ki, alt proqram çağırılan zaman, təyin olunan zaman formal parametrlərdir, çağırılan zaman isə faktiki parametrlərdir. Alt proqramın adı və faktiki parametrlərə. Yəni cavabımız olacaq D variantı. 6-cı sual. Doğru mülahizəni müəyyən edin. Davam edək 6-cı sualla. Doğru mülahizəni müəyyən edin. Proqramdan ancaq bir funksiya çağırmaq olar. Xeyr, proqramdan istənilən qədər funksiya çağırmaq olar. A variantı yanlışdır. Bizdən doğrular istəyir. Hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına müraciət olunmalıdır. Deməli, doğru mülahizəsi bəli. Bayaq da dediyim kimi, 5-ci sualda dediyim kimi funksiyanı belə deyək də, hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına görə müraciət olunur və onun adı ilə çağırılır. Elə doğru cavabımız olacaq B variantı. B variantı. 7-ci sual. 7-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxın, burada deməli bizdə iki funksiya verilib. Bir, F funksiyası, yəni adı F və bir də D funksiyası. Və bizə müraciət isə hansında var? D-də var. Çünki C bərabərdir, D2, 3-dür. Yəni mən burada D2, 3-ü gətirib burada D2, 3-ə müraciət edəcəm. Artıq F-də yox, birinci D2, 3-ə müraciət edirəm. Artıq bu x-in qiyməti, bu isə y-in qiyməti olacaq. X bərabərdir fx, yəni f2, y də bərabərdir fy, yəni f3. İndi isə mən f2-ni, f3 tapmaq üçün f funksiyasına müraciət etməliyəm. Birinci f2-ni tapdıqda x olacaq 2. X-in qiyməti 2-dir. X bərabərdir, x vurulsun 3, 2-ni 3-ə vurduq 6. Y bərabərdir, x vurulsun 6-nı 3-ə vurduq 18 və bunların ikisinin cəmi bizə verəcək 24 və f2 funksiyasına 24-ü qaytaracaq. Burada x-imiz oldu 24 və sonra y bərabərdir, f3-ə müraciət etdikdə isə artıq x-imiz 3-ə bərabər olub, x bərabərdir, x vurulsun 3, 3 vurulsun 3 etdi 9, y bərabər 9-u 3-ə vurduq 27. Bunların cəmi isə edəcək 36. Və 36 f3-ümüz isə 36-ya bərabər oldu. X plus, return x plus y-i qaytarmamızı istəyir. 24 üstə gələk 36, bu da edəcəkdi 60. Yəni 7-ci sualda cavab olacaq E variantı. Davam edək 8-ci sualımızla. Prosedur və funksiyanın fərqi nədir? Prosedur nə idi? Prosedur o idi ki, qiymət qaytarmırdı. Yalnız hesablamanı yerinə yetirirdi. Funksiya isə alt proqrama qiymət qaytarırdı. Baxaq, prosedur qiymət qaytarır. Xeyr, prosedurun qiymət qaytarma funksiyası yoxdur. Prosedur qiymət qaytarır, funksiya isə
qaytarmır, funksiya isə qiymət qaytarır. Bəli, cavabımız elə B variantı olacaq. Python dilində yazılmış 9-cu sual. Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. Deməli, baxın, bu sadəcə olaraq bir fikir versəz burada prosedurdur. Yəni, funksiya deyil, heç bir qiymət qaytarmayacaq. Sadəcə hesablayacaq və salam dünya ekrana çap olunacaq. Yəni, salam dünya ekrana çıxacaq. Cavab olacaq B variantı. Heç bir proqramı, alt proqramı heç bir qiymət qaytarmayacaq. Sadəcə müəyyən hesablamanı yerinə yetirəcək. Sonra baxaq, deməli, 10-cu sualımıza. 10-cu sualımızda baxın. Deməli, HES 6. HES 6-ya müraciət etdikdə, deməli, burada A bərabər olacaq. HES 6-ya müraciət etdikdə A bərabər olacaq 5-ə. Düşürük şərt operatoruna. Deyirik, üzr istəyirəm, A bərabər olacaq 6-ya. Deyəcək ki, 6 böyükdürmü 5-dən? Bəli. 6 5-dən. Yəni, şərt doğru olduğuna görə artıq ifə keçə bilməyəcək. Gələcək, neyniyəcək? Deməli, salam sözünü çap edəcək. Salamı çap edəcək. Arasında heç bir boşluq olmadan. Baxın, endin arasında boşluq deyil bunlar. Sonra isə bu print, bizim bu printimiz else'in printi idi. Amma bu printimiz isə sərbəst printdir. Yəni, sonda işləyəcək. Və salam Word çap olunacaq. Yəni, ikisi də bitişik formada. 10-cu sualımızda cavab olacaq C variantı. 11-ci sual. 11-ci sualda isə HES 3-5-ə müraciət var. Deməli, biz HES 3-5-ə müraciət edəcəyik. Bu A-nın qiyməti, bu isə B-nin qiyməti olacaq. S bərabərdir A plus B. Bizə 8. Gələcək şərti yoxlayacaq. A böyükdürmü B-dən, 3-5-dən böyükdürmü? Xeyr, təbii ki, işləməyəcək, keçəcək elsə. Elsə keçdikdə S bərabərdir S minus B. S-imiz 8-dir, B-imiz isə 5-dir. 8-dən 5-in çıxacaq, S bərabər olacaq 3-ə. Bu yerinə yetirdikdən sonra burada S bərabərdir, S plus 10-umuz var. Bu isə bizim sərbəst operatorumuzdur. Hər zaman sonunda işləyəcək. S bərabərdir, onun üstünə 3 gələcək, 13. Yəni, 11-ci sualda cavab olacaq D variantı. Davam edək 12-ci sual. Python dilinə yazılmış alt proqramın nəticəsini müəyyən edin. Deməli, K-ya 5 verib, M-ə 12 verib. L bərabərdir HES, deməli, KM. Yəni, burada HES funksiyanın adıdır. Funksiya təyin olunduğu üçün adı HES qoyulub. Deməli, HES KM-ə müraciət var. K-mız 12-dir. Yəni, biz nəyə müraciət edəcəyik? HES. K-dırsa birinci 5, 12-yə müraciət etdik. Deməli, bu A-nın qiyməti, bu isə B-nin qiyməti. A 5-ə, B isə 12-yə bərabər olacaq. S bərabər olacaq. Bunların cəmi, aynən B-nin cəmi etdi bizə 17. Şərtimiz yoxlayır. A böyükdürmü B-dən? Xeyr, böyük deyil. Elsə keçir. S bərabərdir S minus B. 17-dən 12-sin çıxır 5. Və yenə düşür sərbəst operatoru hesablayır. Çünki S sərbəstdir. S bərabərdir S plus 10. Onun üstünə 5 gəldi. 15. 12-ci sualda cavabımız oldu D variantı. 13. Deməli, KF. Yəni, F funksiyasına müraciət var. F6. F6-ya müraciət ediriksə, x bərabər olur 6. 6-nın 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Bəli. Return 2-ni qaytarır. Deməli, burada funksiyaların bir özəlliyi var ki, normalda funksiya olmasaydı əgər, bu şərt operator formada davam etsəydik biz, alt-alta şərt operatoru olduğuna görə bütün if quruluşları, bütün iflər yoxlanacaqdı. Çünki alt-alta if quruluşunda belədir ki, bütün iflər bir-birindən asılı olmadan yoxlanılır və hesablanılır. Amma burada artıq funksiyada bu belə deyil. Funksiyada ilk hesabladığını da hesablanır. Qarşına hansı qiyməti çıxdısa, o qiyməti qaytarır və artıq növbəti hissəyə keçmir. Yəni burada 6-nın 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Return 2-ni bura qaytarır və dayanır. Artıq keçib burada yoxlamır. Return 4-ü bizim üçün qaytarmır. Yəni gəlib cavab 2, 4 yox, təkcə 2 olur. Artıq qiymət qaytardısa, ondan sonraki onun üçün maraqlı olmur. 14-cü sualımızın izahına baxaq. 13-də cavab oldu D variantı. 14-cü sualımız. 14-cü sualımızda baxırıq ki, D funksiyasına müraciət var. Deməli, mən D1-2-yə müraciət edəcəm. D1-2. X-in qiyməti, Y-in qiyməti. X bərabərdir F, XY, yəni F1-2-yə müraciət var. İndi mən burada yuxarıya qalxıb F1-2-ni tapacam. F1-2 artıq X-in qiyməti, Y-in qiyməti. X bərabərdir X plus 2, 1-in üstünə 2 gəldik 3, Y bərabərdir Y plus 2, 2-nin üstünə 2 gəldik 4 və burada da bu cəmlərin istədiyinə görə 7. Yəni bu 7 qiyməti qayıdacaq bura.
Tapdıq ki, x-in qiyməti 7-dir. Daha sonra isə düşürük aşağı bu hissəyə. Y bərabərdir f. Y-in qiyməti 2-dir. 2, x-in qiyməti isə artıq 7-dir. 2, 7. İndi isə f 2, 7-yə müraciət edəcəyik. F 2, 7. Deməli, x-in qiyməti, y-in qiyməti. X bərabərdir, x plus 2, 2-nin üstünə 2 gəldik, 4. Y bərabərdir, y üstə gələk 2. 7-nin də üstünə 2 gəldik, 9. Bunlarla cəmi edəcək 13. Yəni, bu 13 qiymətini qaytaracaq. Sonra return x plus y, 7 ilə 13-ün qiyməti toplanması bizə verəcək 20. Cavabımız olacaq E variantı. 15. 15 nəyi hesablayır? Pythonda yazılmış proqramın təyinatı. Yəni, proqram nəyi hesablayır? Bizim üçün onu soruşur. Baxın, proqram əslində baxan kimi yəni görünür ki, proqram faktorialın hesablanmasıdır. Bu, həmçinin rekursiv funksiyadır. Rekursiv funksiya nədir? Əgər özünün daxilində özünə müraciət olan funksiyadırsa, öz adına müraciət varsa, baxın, funksiyanın daxilində funksiyamızın adı f-dir və funksiyanın daxilində f-ə müraciət var. Yəni, öz daxilində özünə müraciət olan funksiyalar rekursiv funksiyalar adlanır. Biz n-in yerinə hər hansı bir qiymət qoysaq, məsələn, burada n-ə 5 qiymətini versəm, mən f5-ə müraciət etsəm, n olacaq 5. Gələcək şərtdə yoxlayacaq. N 0-a bərabərdirmi? Yəni 5 0-a bərabərdirmi? Yox. Keçəcək elsə, deməli, neyəcək? S bərabərdir. Bunu kənarda bir burada yazın, hesablayın. Deməli, F5-ə müraciət etdi. F5-ə müraciət etdi. N-imiz oldu 5. Bizdən birinci soruşur ki, 5 bərabərdirmi 0-a? Yox. Düşür elsə, S bərabərdir. Deməli, S bərabər olacaq nəyə? 5 vurulsun. F 5 minus 1, yəni F4. İndi mən artıq bunu hesablamaq üçün F4-ü bilməliyəm. F4-ü də bilmədiyim üçün indi isə F4-ə müraciət edirəm. F4-ə müraciət etdim. N-im artıq 4-dür. 4 yenə 0-a bərabər deyil. Keçir elsə S bərabərdir. 4 vurulsun, artıq olacaq F3. Yenə F3-ə müraciət edirəm. S bərabərdir. 3 vurulsun F2. İndi isə bu birinci addım, ikinci addım, üçüncü, dördüncü addımda F2-yə müraciət edəcəm. F2-yə müraciət etdikdə S bərabərdir 2 vurulsun F1. 5-ci addımda F1-ə müraciət edəcəm. S bərabərdir 2 vurulsun F0. Artıq 6-cı dövrdə F0-a müraciət edəndə n bərabərdir 0. Soruşur ki, n f yoxlananda if şərti ödənəcək və bizə return 1-i qaytaracaq. Yəni f0-ımız 1-ə bərabər olacaq. F0 1-ə bərabərdirsə, gətirib burada bu hissədə f0-ın yerinə 1 qoysaq, 2 vurulsun 1 edəcək 2. Bu qaytaracaq bunu bura edəcək 2. F1-in yerinə 2 qoysaq, 2 vur 2 4. Qaytaracaq bura 4-ün vurduqca 12-ni 12. 12-ni vurduq 4-ə. Baxım ki, düz hesapladım. Deməli, F1, 2-ni vurduq 1-ə 2, 2-ni vurduq 2-yə 4, 4-ü vurduq 2-yə 12, 12-ni 4-ə 48, 48-i